بسم الله الرحمن الرحيم ألف لام ميم ذلك الكتاب لا ريب فيه هدى للمتقين. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وصلى الله على سيدنا محمد وآله الطاهرين هو الذي خلق لكم ما في الأرض جميعا ثم استوى إلى السماء فسواهن سبع سماوات وهو بكل شيء عليم صدق الله العلي العظيم. Selamun aleyküm, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz Məcmuəül Bəyan təfsiri əsasında Bəqərə surəsinin 29-cu ayəsi haqqındadır. Allah Teala bu ayənin zahirində belə buyurur. Huvəllazi, o elə bir Allahdır ki, xələqə ləkum, xəlq edib sizin üçün, yaradıb sizin üçün nəyi? Mə fil ərdi cəmi'a, yer üzündə olan bütün şeylərin hamısını sizin üçün yaratmışdır, xəlq etmişdir. Sümməstəva iləs-səmai, yer üzündə bütün varlıqları sizin üçün yaratdıqdan sonra qəsd elədiyi göyü. Fəsəvvahunna səbə səmavat, o göylərin hamısını 7 dənə qərar verdi. Təsviyə barəsində biz bəhs edirik. Təsviyə, yəni iki şeyi, yaxud da müxtəlif şeyləri bərabər şəkildə qərar vermək. Və huvə bikulli şeyin əlim, və o Allah bütün şeylərə agahdır, hər bir şeyi bilir. İlk öncə bu ayədə olan bəzi kəlmələri, lüğətlərin mənasını nəzərinizə çatdıraq. Birinci kəlmə xələqə, yaratmaq mənasında. Biz keçən verilişlərin birində bu barədə bəhs eləmişdik. Xəlq yaratmaqdır, amma nə hər yaratmaq? Hesab kitab üzündən, hikmət əsasında yaradılan bir şeyə ərəb dilində xələqə kəlməsindən istifadə edilirdi. Ona görə deyilir ki, əl-xəlq əla təqdirin, yəni xüsusi əndazə, xüsusi ölçüdə yaratmağa xəlq deyilir. İkinci kəlmə buradakı keçib xələqə ləkum ma fil ərdi cəmiən. Ərz ki, məlumdur, keçən bəhslərdə də işarə eləmişdik. Cəmiən cəm kəlməsindən götürülüb. Cəməə, yəni zammə, birləşdirmək mənasında, cəm etmək, neçə şeyi bir-birinin kənarında qərar vermək mənasında. Cəmin mənası olur zəm, onun da nəqizi və antonimi olur əl-fərq. Əl-fərq, yəni pərakəndə eləmək. Bir neçə şeyi bir-birindən ayırmağa fərq deyirlər. Amma bir neçə şeyi bir-birinin kənarında qərar tapmağa, qərarlaşdırmağa zəm ya cəm deyilir. Başqa bir kəlmə əl-istiva kəlməsidir. Əl-istiva lüğətdə əl-i'tidal vəl-istiqamə. Əgər bir şey etidal olarsa, etidal həddində olarsa, istiqamət, düz və doğru, orta səviyyədə olarsa, ona ərəb dilində əl-istiva deyilir. Bu lüğət baxımındandır. Bunun ziddi əl-i'vicaz, bunun antonimi i'vicazdır. İ'vicac həmin inhiraf. Necə deyir, əyri olmaq mənasında. Əgər bir şey düz olarsa, ona istiva deyirlər, əl-istiqamə deyirlər, əl-etidal deyirlər. Bunun antonimi isə əl-i'vicac, yəni münhərif olmaq mənasında, əyri olmaq mənasında. Bir kəlmədəki əl-əlim, həmin əlim, yəni bilən, agah olan mənasındadır. Həmin alim mənasını ifadə edir. Lakin alimlə əlimin bir fərqi var. Alim hərbi ilə nə deyirlər? Amma ərəb dilində əgər əl-əlim, elm maddəsindəndir, əlim deyirlərsə, bu mübaliğəni çatdırır. Yəni, hətta əllamə, ki, əllamə də həmin elmləndir, bilən mənasındadır, amma çox bilənə deyirlər. Əl-əlim də bir növ mübaliğəni çatdırır. Biraz o şəxs ki, o varlığı ki, elmi daha çoxdur, ona əlim deyilir. Bu ayədə keçən bəzi kəlmələrin mənası. Amma bu ayənin mənası nədən ibarətdir? Buyurur ki, qaləl müfəssirun. Müfəssirun deyən, yəni çoxlu təfsir alimlərinin bu ayədə olan fikri bundan ibarətdir ki,
lemma istəzəməl müşrikun əmrəl iadə. Bundan əvvəlki ayədə əgər yadınızda olsa, biz keçən verilişə işarə elədik. Allah Taala kafirlərə xitab edərək belə buyurdu ki, siz necə kafir olursunuz? Siz özünüz yaxşı bilirsiniz ki, ölü idiniz, sizə Allah Taala həyat verdi. Və bundan da sonra sizi öldürəcək. Bu qədərin ki, hamı bilir. Amma öldükdən sonra sizi dirildəcək, sonra ona tərəf qayıdacaqsınız. Bu, müşriklər üçün bunu qəbul eləməkli bir növ çətin idi. Necə ola bilər? İnsan öldükdən sonra qəbrə qoyulur, çürüyür, torpağa qarışır. Necə ola bilər Allah Taala bunun eləsin, insanları öldükdən sonra dirilsin? Bunu çox böyük hesab edirdilər və bəzən də qəbul etmirdilər. Bəzən yox, həqiqətən bu ola bilməz. Yasin surəsinin sonuncu ayələrində də buna işarə edir ki, o şəxslər, o sümüklər ki, çürümüşdü, Allah Taala bunu necə dirildər? Allah Taala bunlara başa salmaq üçün deyir ki, Allah ki qadirdir, Allah Taala ki alimdir, qüdrət sahibidir, elm sahibidir. Qüdrəti var, o Allah ki sizi yoxdan yaratdı, yox idiniz, sizə həyat verdisə, həmin Allahın qüdrəti var, sizi yenidən yaratsın. Və Allah Taala ki alimdir, siz bilir ki, insanın bədənin üzvləri haradadır, qiyamət günündə onu da qaytarmağa nəyi vardı? Qüdrəti vardı. Bu baxımdan buyurur ki, onlar bu insan öldükdən sonra qayıtmaq işini çox böyük bildikləri üçün ərəfəhumullahu Taala xəlqəs səmavat vəl ərz. Burada Allah Taala onlara istəyir ki, tanıtsın ki, Allah Taala göyləri və yerləri necə yaratmışdır. Huvəllazi xələqə ləkum. Əvvələn sizin üçün yaradıb. Ma fil ərz cəmi'a, sümmestava iləs-səma. Sonra göyə nəzər edərək fəsəvvahunna səbə səmavat. Bu göylər ki, bu əzəməti ilə bunları bərabər şəkildə 7 göy qərar verdi. Buyurur ki, liyedullahum bizalikə əla qudrətihi ələl iadə. Allah Taala bunun vasitəsilə istəyir onlara başa salsın ki, Allah Taala'nın bu qüdrəti vardır ki, yenidən onlara həyat versin. Huvəllazi xələqə lakum eyli əzlukum. Yəni o Allahdır ki, sizlər üçün yaratdığı yerdə olan mafil ərzi cəmi'a, yerdə olan bütün şeyləri. Mənası budur ki, ennel ərdə və cəmi'a ma fiha, yer üzündə və yer özü və yer üzündə olan bütün şeylərin hamısı ni'əmun minəllahi Taala. Allahın nemətləridir. Məxluqatun ləkum. Sizin üçün yaradılıb. Siz insanlar üçün yaradıb. Belə bir Allah ki, bütün yerdə olanlar sizin üçün, sizin xeyrinizə, dini və dünyəvi işlərdə dərdinizə dəyir. Belə bir Allaha siz kafir olursunuz. İmma diniyyə, bu yer üzündə olan şeylər ya dinidir, yəni fətəstədillunə bihi əla mərifəti, eləyə bilərsiniz. Yer üzündə olan bütün varlıqların hamısının vasitəsilə Allaha mərifətinizi artırasınız. Və imma dünyəviyyə, ya da dünyəvi şeylər, yemək, içmək, meyvə, bitki, bütün şeylərin hamısı, ət məhsulları, heyvanlar insan üçün yaradılıb. Fətəntəfiunə biha bizrubin nəf'i acilən. Bu dünyada müxtəlif cürə bunlardan bəhrələnə bilirsiniz. Sümməstəva iləs-səma. Sonra bu göyləri, yeri yaradandan sonra, yerdə olan bütün nimətləri siz üçün yaratdıqdan sonra sümməstəva iləs-səma. Sonra istəva ələs-səma. Biz istəva kəlməsinin lüğəti mənasını dedik. İstiva huvel etidal vel istiqamə. Bu mənadadır. Amma bu burada məqsəd nədir? Yeri və yerdə olan bütün şeyləri siz üçün yaratdıqdan sonra sümməstəva iləs-səma. Sonra qəsd elədi göyləri. Bu barədə də bir neçə dənə mənanı qeyd ediblər. Bir məna budur ki, ənnə məna qəsədə lis-səma və li təsviyyətiha. Yəni yeri, yerdə olan bütün varlıqları siz üçün yaratdıqdan sonra iradə elədi göyə, göy aləmini yaratmağa və göyləri təsviyyə etmək üçün. Yəni bəziləri burada istəva iləs-səma ey qəsədə lis-səma. Yeri yaratdıqdan sonra qəsd elədi, iradə elədi, göyləri də 7 dənə olaraq yaratsın. Bir mənası budur ki, ənəhu bimənə istəvlə ələs-səma bil-qəhr. Göylər ki, bu əzəmətdədir. Allah Taala yeri yaratdıqdan sonra, yerdə olan bütün nemətləri insan üçün yaratdıqdan sonra göyün idarə etməyini öz öhdəsinə götürdü. Bu sözün mənası budur ki, Allah Taala yerdə və yerdə olan nemətləri insanlar üçün yaratdı. İnsanlar özləri eləyə bilərlər, malik olsunlar, bəzi istifadələri eləsinlər. Amma göydə olan bütün varlıqların hamısı Allah Taala'nın
birbaşa ixtiyarındadır. Sümmə istəvə iləs-səma fi təfərrüduhu bi mulkiha. Buyurur ki, bu sözün mənası istəvə iləs-səmanın mənası budur ki, yəni tək olaraq artıq buranı idarə etməyin sistemini öz öhdəsinə götürdü. Və ləm yəcəlhə kəl-ərz milkən li xəlqi. Artıq göyü yeri kimi qərar vermədi ki, yerdə insanlar malik ola bilirlər. Bu da bir məna. Başqa mənalar da vardır. Məsələn, bir mənada Ən-Sələbə Əhməd ibn Yəhyadan ənəhu su'il ən mənəl istifa fi sifətillah. Allahın sifətləri barəsində istivadan soruşdular. Fəqalə əl-istiva əl-iqbal ələş-şey. İstivanın mənası həqiqətdə bir şeyə tərəf üz tutmaq mənasındadır. Yəni Allah Taala yer və yerdə olanları yaratdı insanlar üçün, sonra üz tutdu göylərə ki, göyləri də yaratsın. Fəsəvvahunna səb'ə səmavat və bunu 7 dənə göy qərar verdi. Əlbəttə bu 7 dənə göy nədir, məqsəd nədir? Bunlar artıq gərək xüsusi olaraq üzərində dayanılsın. Amma ayələrdən istifadə olunan budur ki, Allah Taala 7 dənə göy təsviyə elədi. Təsviyə ət-təsviyyət cə'lu şeyin əvəl əşya əla istivain. İki şey və yaxud da iki şeydən artıq olan bir neçə şeyi istiva, yəni bərabər şəklində qərar vermək mənasındadır. Sümmə istəva iləs-səmanın da mənası bundan ibarətdir. Burada bir sual da vardır ki, o da bundan ibarətdir. Ki, aya Allah Taala əvvəl yeri yaratdı, sonra göyü, ya əvvəl göyü yaratdı, yoxsa yeri? Bəzi ayələrin zahirində istifadə olunur ki, əvvəl göy yaranıb, sonra yeri yaranıb. Belə ki, məsələn, vəl-ərdə bə'də zalikə dəhaha. Bir ayədə var ki, Allah Taala yeri, göyləri yaratdıqdan sonra dəhaha, yəni müsəttəh elədi, səth şəklində qərar verdi. Bu ayənin, yəni bu sualın cavabı inşallah gələn verilişimizdə ətraflı olaraq nəzərinizə çatdıraram. Hamınıza Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.